Salam, xoş gördük sizlər, hörmətli abituriyentlər. 29 iyun OTK-nın Paradoks Tədris Mərkəzinin keçirdiyi blok sınağı imtahanının izahını verir Yusuf Əliyev. Deməli, 61-ci suala diqqət edək. Qeyd edərdim ki, ikinci qrupların sınaqları demək olar ki, eynidir. Sualların yer dəyişməsi fərqlidir. Yəni, burada tutaq ki, 61-ci sualdırsa, bu sual o birisi 3-cü qrupun blokunda isə, məsəl üçün, bu 70-ci sualdır. Yəni, cavabları eynidir bunların. Birinci Dünya Müharibəsi Almaniya qarşı, İkinci Dünya Müharibəsi isə ondan müttəfiq olan dövlət. Demək, Birinci Dünya Müharibəsində Almaniya qarşı olan dövlətlər Fransa ilə İngiltərə idi. Almaniya ilə bir də Yaponiya idi. Almaniya ilə müttəfiq olan dövlətlər isə deməli, Avstriya və Osmanlı idi. Lakin İkinci Dünya Müharibəsində bizdən soruşulur. Deməli, bizdən soruşulan budur ki, Almaniya ilə müttəfiq olmuşdur. Biz onu götürəndə götürəcəyik Yaponiyanı. Deməli, 61-ci sualın cavabı E variantıdır. Birinci Dünya Müharibəsində Almaniya müharibə elan edib, İkinci Dünya Müharibəsində isə Almaniya müttəfiq olmuşdur. Sonra diqqət edək, ikinci testdə Soyuq müharibə dövrünün başa çatması, deməli, 1990, Karbi böhranı 1962, demək, bu da SSR-nin ABŞ arasında olmuşdur, Kuba uğrunda mübarizə. Qoşulmama hərəkatı 1961, ABŞ ilə SSR arasında qısa və orta mənzilli nüvə silahlarının ləğvi haqqında müqavilənin imzalanması, bu da 80-cı illər. Deməli, biz burada cavabı götürəndə götürəcəyik birinci 3, sonra 3-ü götürəcəyik, sonra 2-ni götürəcəyik, 4 və 1. 62-də cavab A variantı. 63-ə diqqət edək. Quba xanı Fətəli xan və Şəki xan Hacı Çələbinin fəaliyyətinə aid ümumi cəhəti müəyyən edin. Deməli, biz burada götürəndə Quba xanı ilə Fətəli xanın, Hacı Çələbi ilə Fətəli xanın oxşar xüsusiyyətlərini biz götürməliyik. Deməli, burada biz bunu götürəndə, deməli, Qarabağ xanlığına yürüşün uğursuz olması, bəli. Qarabağ xanlığının Hacı Çələbinin bayat döyüşün nəzərimizdə salaq 1748, Qarabağ xanlığı isə, Quba xanlığı isə 1780-ci ildir. İkisi də uğursuz olmuşdur. Deməli, cavabı 1-i götürürük. Şaman xanlığını ələ keçirmişdir. Düzdür, Qubalı Fətəli xan keçirmişdir Şaman xanlığını. Amma Şəkidə Hacı Çələbi xan hakimiyyətdə olmamışdır. Sonra vergi sisteminin nizamına salmaq üçün tədbirlər görmüşdür. Bəli, hər iki xan öz dövründə vergi sistemin səliqəyə salmışdır. Dərbənd xanlığına uğursuz yürüş olmuşdur. Xeyr, Qubalı Fətəli xan Dərbənd xanlığını tutmuşdur. Georgiyevski müqaviləsində isə Quba Lənkəran xanlıqları imzalanmışdır. Şəki xan isə olmamışdır. Deməli, biz 63-cü cavabı götürəcəyik. D variantı. 64-də diqqət edək. İngiltərə 1649-cu ildə qurulmuş respublikanın iqtisadi tədbirlərini müəyyən edin. Burada biz İngiltərəni götürəndə deməli, burjuaziya və yeni zadəganların iqtisadi imkanını məhdudlaşdırılması, xeyr, bu deyil. Ölkəyə yun və ipək parçalarının gətirilməsi qadağan edilməsi, bəli, burada əsas məsələ bu idi ki, ölkənin iqtisadiyyatın manufakturasını inkişaf elətdirmək. Sonra xarici ticarətdə ABŞ gəmilərinə istifadə edilməsi, xeyr, bu da deyil. İngiltərə və onun müstəmləkələrinə məhsullarının ingilis gəmilərinin gətirilməsi haqqında qanun verilməsi. Bəli, burada cavab 64-də 2 və 4-dür. 65-ci suala diqqət edək. Azərbaycan Respublikasının 21-ci yüzilliyi deməli, aid olan hadisələri seçməliyik. Deməli, biz burada baxsaq, torpaq islahatları haqqında qanun 1996-dır. Bu 20-ci yüzilliyə aiddir, yəni B-ni götürmürük. Bütün çadır şəhərciklərin ləğvi 21-ci yüzillikdir, 2007-ci ilə aiddir. Asan xidmət mərkəzinin açılması. Deməli, biz 1-ə götürəcəyik B, C. 2-yə baxaq. BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünə qəbul edilməsi, sonra NATO-nun sülh tərəfdaşlıq proqramına qoşulması, qoşulmama hərəkatının tam hüquqlu üzvü olması. Bu da 2011-ci ildir. Deməli, biz 1-ə, B-lə C-ni götürəndə 2-yə də götürəcəyik A və C.
Burada da cavab E variantıdır. Sonra Dehli Sultanlığının hökmdarları Qütbəddin Aybəklə Ələddin Xələcin ümumi hakimiyyət dövrünə biz diqqət eləməliyik. Qütbəddin Aytəkin Aybək deməli 1206 10-cu ildir. Ələddin Xələc də deməli 1290 deməli 1320. Keçən OTK sınağında da Ələddin Xələc haqqında da test düşmüşdür. Dehli Sultanlığından xatırlatma edim. Deməli burada biz Qütbəddin Aybəkə aid olan C varianta diqqət eləsək, B variantını burada çıxacaq. A ilə C variantını götürəcək biz 1-ə. 2-yə diqqət eləsək, Əmir Teymurla da Ələddin Xələc müharibə aparmayıb, çünki dövrləri uyğun deyil. Deməli Dehli Sultanlığına uyğun deyil. Cənubi Hindistanın tabe edilməsi, bir də Monqol təhlükəsinin qarşısı tamamilə alınmışdır. Biz deməli burada götürəndə cavabı götürəcəyik. 66-da demək 2-yə də B və C. 67-ci testdə diqqət edək. Uyğunluğu müəyyən edin. Deməli ibtidai icma dövrünə aiddir. Erkən Tunc dövrünə aid olan hadisəni biz buradan götürəcəyik. Deməli 1-ə düşürük. Bir neçə qohum qəbiləni birləşdirən tayfaların yaranması, bəli. Bir də əkinçilik, maldarlıqdan ayrılması, birinci ictimai əmək bölgüsü. Demək 1-ə düşəcək D və E. 2-yə baxaq. Orta Tunc dövrü, deməli ilkin şəhər mərkəzlərinin yaranması 2-yə düşəcək B. Sonra son Tunc ilk Dəmir dövrünə diqqət edək. 3-cü ictimai əmək bölgüsü, demək 3-ə düşəcək C. Sonra ayaqla gətirilən, hərəkətə gətirilən duruq çaxlarının istifadə edilməsi 3-ə də düşəcək. Deməli A, C. Cavab burada deməli çıxdı. 1-ə D, E, 2-yə B, 3-ə də C, A. Cavab burada deməli 67-də B-dir. 68-ə diqqət edək. Hadisə nəticə əlaqələrinin səhv verildiyi bəndi demək müəyyən edək. Şah 1-ci Abbasın hərbi islahatların keçirilməsi, ordu silaha malik nizami ordunun yaradılması, bəli. Şirvanşahlar dövlətinə Şah Təhmasp tərəfindən son qoyulmuş və Şirvanda Dərbəndə hakimiyyəti sona çatmışdır. Bəli, bunlar düz fikirdir. Şah 2-ci Abbasın dövründə Rusiya ilə hərbi münaqişənin baş verməsi, Rus qoşunları Bakı və Dərbəndi işğal etməsi. Xeyr, burada cavab C variantıdır. Düzdür, münaqişə baş vermişdir, ancaq Bakı ilə Dərbənd demək birinci Rusların Azərbaycan yürüşü Pyotrun dövründə tutulmuşdur. Birinci dövrdə Şəki hakimliyinin Səfəvi dövlətinin tərkibinə qatılması, Vahid Azərbaycan dövləti yaradılması. Bu da düzdür. Almabulaq adlı döyüşdə Səfəvilərin qələbəsi, bəli, bu da düzdür. Deməli 68-ci testdə cavab C variantı. 69-a diqqət edək. 19-cu əsrin ikinci yarısında ABŞ konstitusiyasına edilən əlavə düzəlişə görə. Deməli biz burada diqqət eləsək, Şərqi Asiyada mühacirət axınının qadağan edilməsi bu konstitusiyaya aid olan bir məsələ deyil. Ölkənin kölələr gətirməsi xeyr. Sonra Qaradərilər, Ağdərlilər malik olduğu mülki və siyasi hüquqlar verildi. Bəli, biz burada B-dir cavab. Qadınların seçki hüququ verilməsi burada deməli bu konstitusiya düzəlişi 19-cu əsrin ikinci yarısına aid deyil. Seçki senzinin ləğv edilməsi xeyr. Burada cavab B variantıdır. 70-ci testə baxaq. Manna hökmdarının Ahşerin hakimiyyət dövrünə aiddir. Demək, Manna hökmdarı Ahşerin hakimiyyət dövrü 675-650-ci illərdir. Assuriya hökmdarı Aşşurpanın hücumunun dəf edilməsi, sonra Assuriya ilə ittifaqın pozulması, bu deməli aid olmayanı soruşur bizdən. Deməli, Assuriya torpağına hücum edilməsi, İskit Paşaların ittifaqının qurulması, mərkəzi hakimiyyətə qarşı üsyan baş verməsi. Bax, bu da E variantı, D variantı. Assuriya torpağına hücum edilməsi, bəli, bu da düzdür. Yəni, aid olmayanı bizdən soruşur. Assuriyanın ittifaqı da pozmuşdur, bəli. Bax, Aşşurpanın hücumunu dəf etməmişdir. Aşşurpan məğlub olmuşdur. Əhali də üsyan qaldırıb, Ahşeri hakimiyyətdən salmışdır. Demək, 70-ci testdə cavab A variantı. 71-ə diqqət eləyək. Rusiya çarı 1-ci Pyotrun islahatları nəticəsində müəyyən edin. Biz bura diqqət eləsək, Rusiya
deməli, hakimiyyət dövründə 1-ci Pyotrun deməli, Rusiyanın Avropa ölkələrindən geriliyi azaldı. Bəli, biz biri götürə bilərik burada. Təhkimçinin asıllığını rəsmiləşdirməsi prosesi başa çatdı. Bu 1649-dur, yəni Pyotrun hakimiyyət dövrünə uyğun deyil. Mütləq monarxiya formalaşma prosesinin başa çatması. Deməli, feodal monarxiyası isə burjuaziya monarxiya. Biz burada götürəndə cavabı D variantını götürəcəyik. Deməli, təhkimçinin asıllığının rəsmi prosesi başa çatması. Mütləq monarxiya formalaşma prosesi başa çatdı. Bəli, 1 ilə 3-dür cavab. Çünki təhkim deməli 1 və 3 cavabdır. Feodal burjuaziyanın monarxiyasına çevrilməyi bu 1861-ci ildən 78-ci ilə qədər olan islahatlar dövrünə aiddir. Yəni 1-ci Pyotrun islahatlarının nəticələrinə uyğun deyil bu. Təhkimçilik asıllığının rəsmiləşmə prosesinin başa çatdı. Bu da 1649-a aiddir. 1-ci Pyotrun hakimiyyət dövrü isə 1689-1723-dür. Deməli 25-dir. Deməli burada cavab 1 və 3-dür. D variantı. 12-ci testə diqqət edək. Xəritədə ulduzla göstərilmiş dövlətin Azərbaycanla bağlı siyasəti müəyyən edin. Bu ulduzla görülmüş dövlət Osmanlıdır. Deməli, Osmanlı dövləti haqqında məlumat bizdən tələb olunur. 20-ci yüzilliyin 20-ci illəri. Demək, Bakı şəhərinin bolşeviklər tərəfindən bu 1918-dir. B variantı uyğundur. Burada cavab 1-ə götürəcəyik C-ni. 20-ci yüzilliyin sonları, 21-ci yüzilliyin əvvəlləri. Biz burada götürəndə demək uyğun olan məsələ 1-ə C-ni götürmüşsə variantlardan burada 2-yə də düşəcək A və B. Azərbaycan ilk müstəqilliyini tanıyır 1991-ci il 8 noyabr. Bir də Vətən müharibəsindən sonra Şuşada türklərlə Türkiyə dövləti ilə müttəfiqlik haqqında bəyannamə imzalaması. Bu da 21-ci yüzilliyə aiddir. Düzdür, Ermənistanla atəşkəs haqqında sazişin bağlanmasına vasitəçilik edilməyib. Demək, burada da cavab C variantıdır. 73-cü testə diqqət edək. Ağqoyunlu Bayandurlu hökmdar Həsən Padşahından fərqli olaraq Səfəvi hökmdar Şah 1-ci İsmayıl. Deməli, bizdə Ağqoyunlu Uzun Həsənlə Şah İsmayılın fərqi soruşulur burada. Bax, Avropa ilə odlu silahların gətirilməsinə səbəb bu oxşar hadisədir. Avropa dövləti ilə diplomatik əlaqə oxşar. Osmanlı dövləti ilə də müharibə oxşardır, paytaxtın Təbrizdə oxşardır. Fərqli olan budur ki, Şah İsmayıl şeybanlarla müharibə aparıb Xorasan şəhərini tutmasıdır. 74-cü testə baxaq. 1735-ci il Gəncə müqaviləsinə aid olanı müəyyən edin. Demək, bizə aid olanı bizdən tələb olunur. Aid olan belədir. Demək, Kür çayının cənubundakı Xəzər sahili vilayətləri Osmanlı dövlətinə qaytardı. Gəncə müqaviləsi Rusla Səfəvi arasında olan müqavilədir və bu bir aiddir, yəni Osmanlıya aiddir. Səfəvi və Rusiya dövləti arasında bağlanmışdır. Bəli, 2-ni götürəcək. Terek çayının cənubundakı Xəzər sahili vilayəti tamamilə tərk etməlidir. Kim? Rusiya. 2-3. Deməli, 2-3-ü götürürüksə, Osmanlı ordusu bayaq qeyd elədim ki, Gəncə müqaviləsi Rusla Səfəviyə aiddir. Bunu da xətt üstünə xətt çəkirik. Bunu da xətt çəkirik. Yerdə hansı variant qaldı? 2-3-5. Cavab A variantıdır. 75-ci testə diqqət edək. Daha əvvəl baş vermiş hadisə bizdən soruşulur. Deməli, Alban hökmdarı Cavanşir tərəfindən Kür çayı soyunda Xəzərlərin məğlubiyyətə uğradılması tutaq 662. Suason şəhər yaxınlığında döyüş 486. Ağqoyun kilsə məclisinin çağırılması 488. Dəndənəkan döyüşü 1040 Səfəvi və Qəznəvilər arasında. Ərəblərlə Xəzər arasında Savalan dağı yaxınında döyüş, bu da 730. Deməli, cavab burada Suason döyüşüdür 75-də. 76-ya diqqət edək. Qranada əmirliyinin süqutu nəticəsində. Deməli, səlib yürüşlərinin son mərhələsidir. Bu da Rekonquista hərəkatı baş verir.
İspaniyada, yəni Əndəlüsdə. Deməli, müsəlmanların və yəhudilərin din azadlığı təmin edildi. Xeyr, bu süquta heç bir aidiyyəti yoxdur. İspaniya məxsus Kastiliya və Arqon dövlətləri Portuqaliya krallığı yarandı. Bu Rekonquista hərəkatına aiddir. Vahid İspaniya dövləti yarandı. Xeyr, bizdən Qranada əmirliyin süqutu nəticəsini soruşur. Süqutunun nəticəsini soruşur. Burada cavab deməli D variantıdır. Portuqaliya istisna olmaqla Piriney yarımadası İspaniya dövlətinin əlinə keçdi. 77-ci testə diqqət edək. Səhv fikri müəyyən edin. Deməli, testdə bir diqqət edəcək. Cavidan və Əbu İmranın başçılığı ilə Xürrəmlərin ilk çıxışlarının qələbə ilə başa çatmışdır. Xürrəmlərin ilk çıxışları 778-dir. Cavidan və Əbu İmranın dövrü isə 808-dir. Bu dövrdə də məğlub olmuşdur. Xürrəmlər hərəkatının uğurlu dövrü Babək Xürrəminin dövrünə təsadüf edir. Deməli, 77-də səhv fikri deyəndə burada biz A-nı nəzərdə tutacaq. Həştəçar yaxınlığındakı döyüşdə Babəkin ordusu qələbə qazanmışdır. Bəli, Babəkin ərəblərlə apardığı son döyüş nəticəsində Bəz qalası düşmənin əlinə keçirilmişdir. 837-ci il düzdür. Azərbaycanda Beyləqanda müsafir üsyanı Əmmavilərə qarşı 748, bu da düzdür. Xürrəmlərin hərəkatı xilafətin əsarəti altında olan xalqların mübarizəsinə təkan vermişdir. Bəli, burada hamısı düzdür. Cavab 77-də A variantıdır. Sonra 1911-13-cü illərdə baş vermiş Çin inqilabının nəticələrinə aid deyil. Deməli, bura diqqət eləsək, prezident idarə üsulunun yaradılması uyğundur. Yəni 1911-13-cü ilə aiddir. Müvəqqəti konstitusiyanın qəbulu bu da aiddir. Monarxiyanın devrilib respublika yaradılması. Bu 4 variantın 4-ü də aiddir. Bura aid olmayan A variantıdır. İlk dəfə qadınlara seçki hüququ 1952-ci ildə Çində vermişdilər. 79-cu testə diqqət edək. Rus-Qacar müharibəsinin Osmanlı dövlətinin, Rus yəni Qacarların və Osmanlı dövlətlərindən erməninin köçürüb kütləvi şəkildə Azərbaycana yerləşdirilən əraziləri təyin edin. Deməli, biz diqqət eləsək, Rus-Qacar müharibəsi 1826-28-dir. Əsas burada bir də Osmanlı dövləti ilə Ruslar arasında müharibədə Ədirnə sülhü ilə başa çatır. 1829 Ədirnə və əsas bu ərazilər idi. Qarabağ, Naxçıvan və İrəvan. Bu ərazilərə kütləvi erməni axınları Ruslar tərəfindən köçürmüşdülər. Deməli, 79-da cavab A variantıdır. Sonra 80-ci testə diqqət edək. Azərbaycanda deməli, intibah dövrünə aid olan deməli, abidələri müəyyən edin. Deməli, burada da biz baxanda deməli, Bərdə türbəsini çıxacaq. Bu intibah dövrünə aiddir. Bu 1322. Təbrizdə Göy Məscid 1465. Bu da yəni o dövrə aiddir. Bunda üstündən xətt çəkilir və yerdə qalanlar isə demək ki, intibah dövrü 12-ci əsr intibah dövrü mədəniyyətinə uyğundur və cavab da burada deməli 1, 4, 5 D variantı. 81-ə diqqət edək. Eyler-Venn diaqramına uyğun bəndi müəyyən edin. Deməli, biz Eyler-Venn diaqramına uyğun bəndi cavabı burada tapmalıyıq. Deməli, 81-ci testə baxaq. Deməli, Sacilər dövlətinə aid olanı biz burada ilk öncə tapaq. Deməli, Ərəb şəhərləri paytaxt olmuşdur. Deməli, Ərəb şəhəri 4 ikisinə də aiddir. Bunların hamısında Ərəb şəhəri, Ərdəbil şəhəri demək paytaxt şəhəri olmuşdur. Xəzər dənizə ilk dəfə ticarət gəmiləri üzməyə başlamışdır. Bu Salarilərə aiddir. 2-yə C-ni yazacaq. Deməli, Sacilər dövlətinə bax. Ərəb ordusu üzərində qələbə qazanmışdır. Deməli, 1 D. Hökmdar Azərbaycana deməli, ilk dəfə Azərbaycanı türk şəkil Azərbaycanı vahid halda birləşdirmişdir. 1-ə düşəcək D ilə C. Deməli, 1-ə C-də düşən variantlara diqqət eləsək, bu variantların hamısının üstündən xətt çəkirik. Cavab burada nə çıxır? Deməli, 1-ə D, C, 2-yə düşür Salarilər dövləti dövründə.
Ticarət gəmilərinin üzməsi 3-ə Rəvvadlər dövlətinə düşür. Deməli, Oğuz türklərinin yerləşməsi 4-ə də A. 1 D, 2 B, 3 E, 4-ə də A. Deməli, 81-ci testdə cavab oldu D variantı. 82-ci testdə diqqət edək. 82-ci testdə deməli, Axund dövləti ilə Göytürk xaqanının oxşar cəhəti. Çin asılı hala salınması, xeyr. 4-cü yüzilliyin ikinci yarısında yaranması, bu Axundlara aiddir, Göytürklərə yox, bizə oxşarlıq istəyir burada cavab. Sonra dövlətin şərqə və qərbə parçalanması, bu birinci Göytürkə aiddir, bunda üstünə xətt çəkirik. Hindistanın şimal-qərbinin işğal edilməsi, bu Axundlara aiddir, bunda üstünə xətt çəkirik. Oxşar cəhət budur, Sasanilərlə müharibə. Göytürklərin əsasən Sasanilər uğrunda müharibə, vergi və ticarət yolları uğrunda idi. Axundlardakı Firuzun dövründə hakimiyyətə gətirmişdilər. Mehriqulu xanın dövrü, sonra Firuzun dövrü nəzərdə saxlamaq olar. 83-cü testdə diqqət edək. Cənubi Azərbaycanda baş vermiş hadisələrin xronoloji ardıcıllığı müəyyən edin. Deməli, biz burada baxanda 1-ə yazacağıq Zeynəb Paşa üsyanı 1898, 2-yə diqqət edək. Babillər hərəkatı 1848-1852, 3-ə baxaq, xalisə torpaqlarının verilməsi, deməli 1886, 4-ə diqqət edək. Tütün alınması, satılması, İngilis tacirlərinə verilməsi, bu da 1890, deməli 1891, bu da 4-dür. Deməli, Cənubi Azərbaycanda baş vermiş hadisələr xronoloji ardıcıllığını biz götürəcəyik nəyi? Deməli, 1848-ci il 1-ci, 2-ni götürəcəyik, sonra 3-ü götürəcəyik, 1886-nı, sonra 4-ü götürəcəyik və 1-i. Cavab 2, 3, 4, 1-dir 83-də. 84-cü testdə baxaq. Almaniya Federativ Respublikasının Willy Brandt hökumətinin xarici siyasətinə aid olanları müəyyən edin. Deməli, NATO-ya daxil olması, xeyr, ona dövrünə aid deyil. Almaniya Demokratik Respublikasının münasibətlərinin qurulması, bəli, 2 aiddir bura. Sonra hərbi xərclərin azaldılması, xeyr. Şərqi Avropa dövlətlərinin müharibədən sonraki yeni sərhədlərin tanınması. Biz bunu götürəcəyik 2 və 4. -86-cı testə diqqət edək. 85-ci testə diqqət edək. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti ilə Azərbaycan Respublikasının oxşar cəhəti. Deməli, Konstitusiya Azərbaycanın Respublikasına aid Xalq Cümhuriyyəti dövründə Konstitusiya olmayıb. Hər iki hökumətin dövründə 3 rəyli bayraq, biz 2-ni götürəcəyik. Aqrar islahatların keçirilməsi AXC-yə yox, Azərbaycan Respublikasına aiddir. Deməli, bunda üstündən biz xətt çəkəcəyik. Qarabağda Ermənistanda hərbi qüvvələr üzərində qələbə qazanılması. Düzdür, bu Azərbaycan Respublikasına aiddir, amma AXC dövründə tam belə bir qələbə olmamışdır. Milli pul vahidinin dövrəyə buraxılması, bəli, bond AXC-yə aiddir. Manatda Azərbaycanı. Demək, 85-də cavab 2 və 5-dir. 86-cı testdə diqqət edək. Türkiyə Respublikasının tarixində 20-ci yüzilin 30-cu illərinə aiddir. Demək, 1930-cu illərdə hadisələr bizdən soruşur. Deməli, İstanbul, paytaxtı İstanbuldan Ankaraya köçürülməsi, bu 1923-dür. Yəni, birinci test aid deyil. Soyad haqqında qərar qəbul edilməsi, deməli, 1934. Deməli, biz 2-ni yazacağıq bura. Sonra Millətlər Cəmiyyətinə daxil olması.
1932-ci ildir bu. 1932 deməli 3-ü yazacağıq. Konstitusiyanın qəbul edilməsi. Bu da 1924-cü ilə aiddir. 1924. Deməli bunu da üstündən xətt çəkirik. 30-cu il hadisəsidir. Montre konferansının keçirilməsi isə bu da 5. 1900 deməli 36. Deməli cavab oldu 2, 3 və 5. 87-ci testə diqqət edək. 14-cü yüzillikə aid olanları biz seçməliyik. Əvvəl deməli 1301, 1300 və 1399-cu illərdə baş verən hadisə lazımdır bizə. Əpər saatçının bağlanması bu 16-cı əsrə aiddir. Qızıl Ordu hökmdarı Toxtamışın Azərbaycana yürüşü 1384-85 demək biz 1-ə götürəcəyik B-ni 14-cü yüzilliyə aiddir. Təbrizdə çobanı zülmünə qarşı üsyan 1344-cü il. Deməli 1-ə B və C-ni götürəcəyik. Sonra Molla Həsənli adlı yerdə Krım xanlığı ordusunun məğlub edilməsi. Bu deməli Krım xanlığı bu 16-cı əsrə aiddir 1578. Bunda üzərinə xətt çəkək. Teymur hökmdar Əbu Səidlə barışıq müqaviləsi imzalanması. Bu da Cahanşahın dövrüdür 1459. 2-yə düşəcək E variantı. Deməli burada situasiya sualıdır. Vətən müharibəsi dövründə baş vermiş bizdən hadisəni soruşur. Deməli antiterror əməli haqqında məlumat istəyir bizdən. Mənbədə deməli siz videonu əvvəl dondurub saxlayıb bu mətni oxuduqdan sonra situasiyaları yazmaq lazımdır. Burada belə bir ifadə işlənilir. Mənbənin birinci cümləsində qeyd edilən təhdid və maneənin hansı formada təzahür etdiyinə dair nümunə yazın. Burada biz onu yaza bilərik ki, Rus sülh məramlıları və belə deyərdim, müvəqqəti nəzarət idarəsinin və həmin o ərazidən erməni ərazisinə gizli yollarla həm əsgərlər, yəni Ermənistanın Azərbaycana, Rusların nəzarət elədiyi əraziyə həm silahlar və ordu silahlar əsgərlər keçirməsidir. Biz bunu qeyd edə bilərik. 89-cu testdə diqqət eləsək, bəhs edən hərbi əməliyyat nə idi? Hansı adla tanındığını lokal antiterror və diqqət eləsək 90-cı sualda bəhs edilən hərbi əməliyyatın mənbədə göstərilməyən mühüm nəticələrinin ikisini yazın. Biz burada deyə bilərik ki, vaxtilə öz dədə-baba yurduna köçürülən Azərbaycan əhalisi deməli antiterror əməliyyatdan sonra öz dədə-baba yurduna qayıtdılar. Bir də Qondarma Dağlı Respublikası demək olar ki, süquta uğradıldı. Həm də ki, tövsiyə edərdim sizə Abituriyent jurnalının 2024-cü il buraxılışında bu mətn haqqında məlumat verilib. Kim istəsə yazar PDF formasında ona göndərə bilərəm. Onlayn hazırlıqlarımız qeydiyyat davam edir. Əgər ehtiyac olarsa 055 818 55 88 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.